Köçdün sen ilk duyduğum gündən gözlərimə, görünürsən hər baxdığımızda. Ben sevgiye hiç vaxt inanmazdım, beni sen inandırdın sevgilim. Sen geldin ve değiştin özünlə hər şeyi. Seninle mən özüm deyiləm bir başka biri. Ömür boyu arzuları besledim, yalnız seni gözledim sevgilim. Ne geceler ne gündüzler arzumdan dönmedim. Ne yağışlar ne tufanlar beni üşütmedi. Ne sınavlar yalnızlıklar göze görünmedi. Tek seni gözledim, yalnız seni gözledim. Kimi seçim? Ellerime ilk defa toxunanda anladım. O elleri bırakmam bir canda. Anladım, son nefesim olsa da tek senim dünyada sevgilim. Ne geceler ne gündüzler arzumdan dönmedim. Ne yağışlar ne tufanlar beni üşütmedi. Ne sınavlar yalnızlıklar göze görünmedi. Tek seni gözledim, yalnız seni gözledim. Ne geceler ne gündüzler arzumdan dönmedim. Ne yağışlar ne tufanlar beni üşütmedi. Ne sınavlar yalnızlıklar göze görünmedi. Tek seni gözledim, yalnız seni gözledim. 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 Ben bu mahnı için ölürüm. Mən də Adam da öz mahnısı için öler. ölürəm də. Hə? Deyim, Bu ne özlü aşıklıktır. Ölürəm axı, deyim ölmüyüm, ölürəm Murad, axı. mahnı çok güzel mahnıdır. Elə bilirsən ki 90'ların mahnısıdır bildin. Onu yazan çoktan ölüp gedib. Hiç inana bilmirəm ki Onu düz dedin. roz bir kostyumda oğlan yaza İndiki bilər halımla bunu. onu yazan çoxdan ölüb Bəli. gedib. Və mahnıya qulaq asın, elə bilirsən ki köhnə bir uşaqlar sizi təbrik kişilərin edirəm. mahnısıdır. Çok güzel ifa idi. Kızımızda biraz mənə bəlkə elə gəlirdi. Elə biraz bağırtı var idi biraz. Yəni haykırmaq mı deyim, bir damcı qışqırmaq mı deyim, yoxsa Biraz düz yuxarı, deməm? hə, elə ki, Hə? hə. Hə, o məni bir damcı Çətin idi narahat biraz. edirdi, amma kimsə unison oxuyanda həmişə mən orada stres keçirəm də ki, bunlar eyni getməlidirlər. hə, Amma qopa siz, bilər biri. bəli, tərtəmiz, çox gözəl. Yəni mahnı sevirəm və sizdə də dinlədim bunu. Siz nəqarətdə daha çox o enerjini mənə verə bildiniz. Hə. Yəni Nitoşda orijinal ifaçıları. kim oxuyub bunu? Muradla da Köhnə elə də kişilərdən. Kazımova. Ölüb gedib. Murad da elə Kazımova. Aa, Dilarə ilə duet heç Dilarənin səsini burada yadımda deyil mənim. Görsən, Ürəyim sən nə mənim tər bağışla. oxumuşamsa. Dilarəçkam. Mən isə narahat eləyən bir məqam var idi. Yo, mənim O qarşı durmadan mənim əvvəl gödəkcəm dedim. deyil, özü fikirləşib, özü tapıb, özü geyinib. Murad Arifin konsertlərinin birində geyindiyi libasa Ya, o bənzəyir. saçaqları var idi, yadıma gəlmir, belə idi öyle. Qanatları var idi onun. Siz bəyənirsiniz Murad yoxsa yox? Nəyi? Geyimini. Mən axırda danışacağım. Eldar, bəs siz nə deyirsiniz? Deyim ki, mənim üçün çox önəmli notum mahnının birinci notudur. Bir yerdə, ən ilk notda siz biraz çaşdınız, dostum. Amma sonra mahnını xilas etdiniz demək olar ki. Qız bilirsən niyə? Falsetlə, Oğlan. yox. Falsetlə başladı sevinç giriş eləməyə. Oğlan elə oradan da girdi. Onu hamımız gördü. Yəni işte. Xanımda isə
Sevinç xanımda Sevinç. isə bəzi yerlərdə xətalar var idi, amma mənə onun enerjisi daha yaxındır, elə bil. Bu oradan Amma səhnədən belə hiss Sevincin elədim. səsi maşallah səsi. Çox gözəldir, hə. Maşallah. Bir də uyğun idilər, səsləri Bəli, uyğundular, özləri bəli. uyğundular. Bir tarixçə gördük biz burada və bunun üçün çox sağ olun. Siz də sağ olun. Zülfiyə xanım, buyurun. Dilarə Kəzimova ilə Murad, hə, bu mahnının dueti. Mən Dilarəni çox istəyirəm. Həm səsini bəyənirəm, həm özünü bəyənirəm, həm xasiyyətini bəyənirəm. Burada da salamlayıram Dilarəni. Murad, sənə alqışlar gəlsin. Gözəl ürəyinə görə, gözəl ruhuna görə ki, belə yazırsan, yaradırsan. Mən göy utanıram da. Bilirəm, utanmırsan, sən özünü çox istəyirsən. Qaldı ki, Raminlə Sevincə. Ramin elə bir tərəddüdlə girdi. Özü də yəqin hiss elədi onu mahnının girişində. Əvvəlcədən açılmadınız siz. Sona yaxın artıq siz bir-birinizi tamamlamağa başladınız. Və gözəl də əsas odur ki, sonu kulminasiya yaxşı olsun, bitirdiniz. Təbrik edirəm sizi. Elə Kimin əvvəli, söhbətin kimin də, axırı yəni mənası da. elə söhbətin də sonuna və kulminasiya məqamına gəlib çıxırıq. Murad, bayaq dediniz ki, mən sonda danışacağam. Nə İndi bizə dedim? də maraqlıdır ki, siz nə danışacaqsınız? Görəsən nə danışacaqsınız? Buyurun danışın. Ramin və Sevinç. Çox doğru vurğulandı ki, Raminin tərəddüdləri məni biraz narahat elədi. Tərəddüdə ehtiyac yox idi. Məşqlərdə daha inamlı oxuyurdun və məşqlərdə daha çox zövq verirdi mahnıya girişin. Hələ mahnının əvvəl haqqında danışmaq istəyirəm. Sevinç xanıma da öz qeydlərimi söyləyim. Yəni, ən azı mənim komandamın iştirakçısı. Məni sən inandırdın belə bu şəkildə deməli deyildi. Çünki biz bunu danışmışıq. Mahnını Mən dedim, Azərbaycanca Azərbaycanca yazılıb. bilmir. Onu Azərbaycanca oxumaq lazımdır və bu layihə ümumiyyətlə Azərbaycan dilli ifalar və nəğmələr lazımdır. Bu belə deyək, balaca qüsurlarınız idi. Ümumi götürsək, təşəkkür edirəm ki, belə haqqını verdiniz. Mən bu nəğməni sizə deyəndə dedim ki, baxın, qəlbimin içindən qırıb verirəm ha. Sizə elə bir mahnı seçmişəm ki, onu qəlbimin içindən qırıb verirəm. Bir şey də deyim, bu mənim yeganə və tək cütlüyümdür ki, digərlərinə nisbətən, misal üçün birində 90%, birində 95%, birində 50% düşüncəm var idi. Məhz bu duetlə bağlı həqiqətən də mənim heç bir düşüncəm yox idi. Özünüzə demişdim ki, aranızda favoritim yoxdur. Amma biriniz qalmalısınız, biriniz getməlisiniz. Seçim etmədən öncə mən bir fikir söyləmək istəyirəm və yəqin ki, bu düşüncəni haradasa məni sığortalayır. Mənim qərarımı sığortalayacaq. Misal üçün, Sevinç xanımın musiqiyə və ifaya yanaşması hobbi yanaşmasıdır. Bəli, gözəl səsi var. Çox gözəl o. Siz onun Instagramda daxil olun, bir dənə pişik var. Pişik qucaqlayıb, elə qəşəng oxuyur, elə qəşəng oxuyur. Böyük səhnəyə Hətta gəlmək mən sizə üçün... bir dənə söz deyim, pişiklə daha qəşəng oxuyur. Yenə Bir pişiklə sözü çıxardı deyim, da. böyük səhnəyə gəlmək üçün hobbi olmalıdır. Əgər sənəti seçirsənsə, Özündən sənətdən hobbi gətirərdin də olmur. qızım. Kişi özündən Bəs gətirərdin. Raminin Instagramına daxil olsaq nə görə Deyəndə bilərik? gəlirəm yavaş-yavaş. Yəni mən hətta təklif elədim burada təşkilat komissiyası dedim. Olarmı biz Sevinci pişiklə çıxaraq səhnəyə? Dedilər yox. Sevinç ən yaxşı halda səhnədə Azər və Ramindən dayana bilər bu dəfə. Bu mənim üçün Bizi biraz... pişi ilə müqayisə elədiyinə görə bu cür Yo, qəşəng yəni ki təşəkkür də edirik. qaydalar var da. Ay Azər, qaydalar var. Qaydalara Mən görə nə səhnədə deyirəm bir ki? aparıcı ola bilər və tərəf müqabil ola bilər. Dördüncü canlıya icazə vermədilər mənə. Bəli, bir favorit amma bu an olmalıdır, bir ad çəkilməlidir. Çünki Bəli. seçim vaxtıdır Murad. Mənə elə gəlir ki, Ramin həyatını daha çox musiqi ilə əlaqədar və bağlı etmək istəyir. Və bu mənim səbəbimdir ki, mən Raminlə davam edirəm. Ramin! Təbriklər! Amma Sevinç nə olar? Siz Sevinç ölkənin bir nömrəli psixoloqu olsanız da belə. Ramin, siz oxuyun gedə və bilərsiniz oxumağa da görüşməyə. davam edin. Xahiş edirəm. Əllərimi məktəb
xət toxunanda Təbrik edirəm. Təbriklər əzizim. Təbrik edirəm. Kitabı çıxart qoy yerinə. Son nefesim olsa Uşaq da salamı. tek senin dünyada sevgilim. İndi qoy sizinlə bağlı digər ustadlar fikirləşsin, çünki xilas etmə məqamıdır. Vaxt gedir. Mən evdə yoxam. Çox təəssüf. Təəssüflər, ay sevinç. Buyurun, sizə eşidirik. Çox sağ olun. Mənim üçün bu bir təcrübə idi və çox belə deyim, məmnuniyyət hissi ilə gedirəm. Sizə Murad bəy təşəkkürümü bildirmək istəyərdim. Çox sağ olun ki, məndə bu potensialı gördünüz. Daha çox potensialı Instagramımda Bakı pişiyimdən gördünüz. Digər ustadlarımız çox sağ olun. Sizin qeydləriniz də mənim üçün dəyərlidir. Ümid edirəm ki, hər bir iştirakçıda hər şey yaxşı olacaq. Hamıya uğurlar arzu edirəm. Təşəkkür edirəm. Sevinç, sevinç, xoşbəxt ol, sevinç. Üzün Biz gülsün elə bir həmişə. gedənlərin hamısına ərə veririk. Xoşbəxt ol, yolun açıq Nə olsun. olar, insan xoşbəxt olmaq üçün doğulub. Ay! Sevinç. Ay Sevinç, pişiyinizin adı nədir? Batı. Bakı. Biz həm Bakı onunla... yox, Bakı. 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 Həm pişiklə, həm Bakı ilə, həm də Bakısız videolarınızı gözləyirik Instagramda. Sizi izləyəcəyik, dəstəkləyəcəyik. Çox sağ olun ki, bizimləydiniz. Sağ olun. Çox sağ olun, çox şad oldum. Nə yaxşı ki gəldiniz, biz sizi tanıdıq. Amma mən istəyirəm ki, bizim ünsiyyətimiz davam eləsin. Mən sizin seanslarınıza yazılmağa hazıram. Sən məni apar ora, məni. Təbrik edirəm. Uğurlar olsun. Muraddan azad oldunuz, təbrik edirəm. Yolun açıq olsun.